Siz şəhərimizdə əkilən gülləri əzib keçirsiniz bura, düzdür? Oradan keçsin. Yox. Güllərin üstündən keçsin. Və güllərin üstündən keçdiniz də. Niyə Yox, əzirsiniz? oradan, Hə, oradan. niyə eləyirsiniz ki? Yox, niyə əzirsiniz? Əgər biz bu günləri bu şəhərdə bir dənə gül əkə bilmiriksə, niyə biz birini qıraq? Ay xanımlar, ay hara keçsin? Ay xanım, ay bir dəqiqə yan. Bu yolun zadı niyə belə keçsin? Zəhmət olmasa öz həyat və sağlamlığınız üçün gələn dəfədən piyada keçidlərindən istifadə edin. Sizə inzibati protokol tərtib olunacaq. Hər kəs piyada zolağı olmayan yerdə keçdiyiniz üçün. Son zamanlar ölkə üzrə, o cümlədən Sumqayıt şəhərində piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayı artıb. Bu cür hadisələr çox zaman insan ölümü ilə nəticələndiyi üçün həm cəmiyyət, həm də dövlət qurumları tərəfindən ciddi narahatlıq doğurur. Harda gördünüz? Hansı gül əzdim? Geri göstərin. Bura nə zolağıdır? Ora nə zolağıdır? Torpağın üstünə keçsin də. Torpaqda nə bitir? Torpaqda gül yoxdur axı. Mən görsəm keçər. Onlar gül deyil. Gül deyil, mən üstündən keçsin. Olmaz, əzizim, piyada keçidi var. Gedin piyada keçidindən keçin. Bilirəm, Xahiş başa edirik sizdən. Niyə özünüz bu çırp uşaqla bərabər girirsiniz yola? Özünüzü təhlükə atırsınız, uşağı təhlükə atırsınız. Sven deyər, əzizim, bax o maşın dayandı, düzdürmü burada? Niyə dayandı? Siz ona yol vermədiniz deyə piyada zolağı olmayan yerdən keçdiniz. Ona görə əzizim. Özünüz təhlükə atmayıb, qayda qanunlara riayət edib, piyada keçidlərindən istifadə edin, zəhmət olmasın. Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhər polis idarəsi və şəhərdə fəaliyyət göstərən könüllülər qrupunun təşkilatçılığı ilə bu istiqamətdə maarifləndirici və nəzarət xarakterli tədbirlər həyata keçirilir. Piyada keçiddən keçmədin, düzdür? Nədən keçmədin? Real təhlükə yaratdın özün üçün, sürücülər üçün də real təhlükə yaratdın. Onlar belə keçmək sizcə? Mən hesab edirəm, bir də keçməyəcəksiniz, düzdür? Sonra deyirsiniz ki, bizə niyə protokol yazıldı? Niyə bizi cərməliyirsiniz? Bəs yaxşı, siz bu şəhərin güllərini, ağaçlarını niyə qırırsınız? Öz təhlükəsizliyinizi təmin eləyin. Siz digərinə də təhlükə yaradırsınız, özünüzə də, sürücüyə də. Məqsəd şəhər sakinlərini piyada keçidlərindən düzgün istifadə etməyə təşviq etmək, yol hərəkəti qaydalarına əməl etməyənlərə qarşı hüquqi tədbirlərin görülməsini təmin etməkdir. Siz keçdiyiniz yol nə yoludur? Hardan keçdiniz? Nəqliyyat yolu. Piyada səkisin üstündən keçdiniz. Gülləri əzdiniz keçdiniz. Gülləri əzmədim. Əzmədiniz gülləri. Amma gülün içindən keçdiniz də. Xeyr, boz yerdən. Boz yerdə də gülü bəs siz əzmisiniz də. Siz və sizi kimi başqa vətəndaşlar əziblər. Orada elə boz yer qalıb da. Eləməyin, piyada səkisindən istifadə edin. Xahiş edirik sizdən. Piyada zolağı 20-30 metr o üzərdə piyada zolağından istifadə edilir. Reydlər zamanı müəyyən olunub ki, bir çox sakinlər hərəkətdə olan nəqliyyat vasitələrinin intensiv olduğu anlarda belə piyada keçidlərinə istifadə etmədən yolun istənilən hissəsindən keçməyə cəhd edirlər. Bu isə onların həyatını təhlükə altına atmaqla yanaşıb, sürücülər üçün də qəza riski yaradır. Öz həyatınızı da risk atırsınız, sürücülərin həyatında qulaqçıdan da istifadə edirsiniz. Yəni dediyim kimi Zəhmət olmasa gələn dəfə öz həyatınızı təhlükəyə atmamaq üçün zolaqlardan, piyada zolaqlarından istifadə edəsiniz. Polis əməkdaşları qaydalara riayət etməyən və piyadalar üçün nəzərdə tutulmuş keçidlər